Fərq eləməz Həzrəti Adəmi danasan, ya Həzrəti İsa'nı danasan, ya Yusufu, ya Yaqubu, fərq eləmir. Bizim əqidə üsulumuz bizə bunu deyir ki, bir dənə Peyğəmbəri danmaq küfürdür. Hətta Allahın mələklərinin inkarı bizim əqidəmizdə yoxdur. Qalmışdı Peyğəmbərlərin ki, Peyğəmbərlər də mələklərdən üstün şəxslər olurlar. Bizim Quranımız bizə deyir ki, Cəbraillə kafir olan Allahın düşmənidir. Cəbrail heç Peyğəmbər deyil. Və Peyğəmbərin çatdığı məqama da %100 çatmayıb. Quran bizə deyir ki, bir dənə Cəbraili, bir dənə Həzrəti Mikaili, fərq eləmir, bir dənə mələki danmaq küfürdür, Allaha düşmənçilikdir. Yəni sən birbaşa Allahla üz-üzə durursan. Allaha qarşı çıxmaq deməkdir. Yeganə ümmətdir, müsəlman ümməti ki, bütün Peyğəmbərləri öz Peyğəmbəri kimi qəbul edir. Düzdür, şəriət sahibi olaraq bir Peyğəmbərimiz var. Onun şəriəti ilə gedirik. Amma elə o birilərin də şəriəti də, hədisi də, sözü də, hamısı bizə möhtərəmdir. O sözləri ki, təhrif olunmuyor. Əgər təhrif olunmayıbsa, elə Allahın sözüdür də.